Herkese selamlar. Bugün ben sizlerle birlikte antonimleri öğreteceğim. Ben sizlere bu 11. sınıfın ta 11. sınıfa kadar yığılmış, imtahanlardan götürülmüş antonimler cütlüydü. Gelin vaxtımızı itirmədən başlayaq. Birinci baxıram, joyful, əyləncəli, sad, upset, qəmgin deməkdir. Enormous, nəhəng, tiny, balaca deməkdir. Small, kiçik, large, geniş deməkdir. Shallow, dayaz, deep, dərin deməkdir. Faster, himayə etmək. Neglect, etinasız yanaşmaq deməkdir. Sonra complicated, mürəkkəb, simple, sadə deməkdir. Casual, informal isə nə deməkdir? Bunlar ikisində eyni məna verir. Casual gündəlik deməkdir, informal da gündəlik deməkdir. Yəni bunlar sinonimdir. Bunlar sinonim sayılır artıq. İkisi de çünkü eynidir. Sonra enroll siyahıya salmaqdır, withdraw uzaqlaşmaqdır, expert mütəxəssis, amateur həvəskardır. Sonra indigenous yerlidir, non-native gəlmə, yəni başqa bir ölkədən, qıraq yerdən gəlmə deməkdir. Cheerful nə deməkdir? Cheerful şaddır, sad isə qəmgindir. Polite nəzakətli, gentle nəzakətli, kind mehriban, rude kobud deməkdir. Critical həlledici, unimportant lazımsız deməkdir. Backwards geriyə, upwards yuxarıya deməkdir. Success uğurlu, failure uğursuz deməkdir. Huge nəhəng, tiny balaca deməkdir. Interesting maraqlı, boring sıxıcı deməkdir. Hard, complicated, challenging çətin deməkdir. Easy, simple isə asan deməkdir. Foolish, stupid, səfeh, axmaq deməkdir. Wise isə zəkalı deməkdir. Loudly, səsli, külü, quietly, səssiz. Empty, boş, full, dolu. Narrow, dardır. Wide isə bildiyimiz kimi geniş deməkdir. Sonra tidy, səliqəli, messy, səliqəsizdir. Vacant, boşdur, əkib tutulmuş, zəbt edilmiş deməkdir. Shy, bir timid var, uşaqlar. Shy utancaqdır, timid utancaqdır, confident ise rahat deməkdir. Sonra var burada nə? Nervous var. Nervous, bir de calm, relaxed. Nervous əsəbi deməkdir. Calm, sakit, relaxed, rahatlanmış deməkdir. Akademik, elmidir. Particle, əməlli, təcrübədir. Doubt, şübhə. Certainly, əminlik. Clear, aydın. Confusing, çaşdırıcı. Detailed, ətraflı, müsəbbəl. General, ümumi. Factual, faktiki, fictional, uydurma, destroy, dağıtmaqdır, create, qurmaq, yaratmaq, include, daxil etmək, exclude, istisna etmək, guess, assume, suppose, güman etmək deməkdir, fərz etmək deməkdir, know isə bilmək deməkdir, beneficial, helpful, profitable, faydalı, gəlirli deməkdir, harmful isə zərərli deməkdir, producer, creator, islahatçı deməkdir, consumer, buyer isə alıcı deməkdir, awareness, sonra consciousness, şuurluq deməkdir, ignorance, cahillikdir, privacy, şəxsilik deməkdir, publicity, aşkarlıq deməkdir, sonra tolerant, dözümlüdür, impatient, səbirsizdir, tiring, yorucudur, relaxing, rahatladıcıdır, threat, danger, intimidation, təhlükə, hədə qorxu deməkdir, safe, hədə salamatlıq deməkdir, sonra release, free, liberate, azad etmək deməkdir, hold, keep, saxlamaq deməkdir, cancel, ləğv etmək, delay, yəni təxirə salmaq deməkdir, postpone da təxirə salmaq deməkdir, schedule, planlamaq, eyni zamanda cədvəl mənası da var. Raw, uncooked, çiğ, bişməmiş deməkdir, cooked, bişmiş deməkdir, innovative, creative, modern, yaradıcı deməkdir, uncreative isə yaradıcı olmayan deməkdir, sonra restore, report, bərpa etməkdir, abolish, ləğv etmək deməkdir, host, owner, organizer, ev sahibidir, guest, qonaqdır, virtual, imaginary, xəyalidir, real, gerçəkdir, ban, forbid, sonra prohibit, qadağan etməkdir, allow, icazə verməkdir, deny, reject, ignore, rədd etmək, confirm, təsdiqləmək deməkdir. Sonra
Attention, focus, concentrate, diqqət deməkdir. Distraction, yayınma deməkdir. Construction, erection, quraşdırmadır. Distraction, ruin, abolition, dağıntı deməkdir. Hopeful, optimistic, confident, enthusiastic, ümidli, inamlı, həvəslidir. Worried, discouraged, narahat, həvəssiz deməkdir. Excited, worried, narahatlı, boyat, sıxıntılı, yəni süs deməkdir. Improve, təkmilləşdirmək, worsen, pisləşdirmək deməkdir. Frustration, alt üst olma, satisfaction, məmnunluq deməkdir. Recommend, advice, məsləhət vermək, reject, rədd etmək deməkdir. Sonra burada fake'dir. Artificial, sünidir. Real, həqiqidir. Generous, thoughtful, caring, qayğı keç, düşüncəli. Bir də selfish, egoist, xudbin deməkdir. Imitate, duplicate, copy, repeat, təqlid etmək deməkdir. Organize, yaratmaq deməkdir. Action, iştirak etmək, miss, ötürmək, buraxmaq deməkdir. Damage, zərər vermək, repair, təmir etmək. Pay attention, diqqət itirmək, ignore, görməzdən gəlmək, məhəl qoymaq deməkdir. Value, zorbalıq göstərmək, support isə dəstəkləməkdir. Immigrate, mühacirət etmək, köçmək deməkdir. Emigrate'dir. Bu emigrate'dir. Bu isə immigrate'dir. Belə oxunur. Bu isə nədir? Gəlməkdir. Sonra accept, qəbul etmək, refuse, imtina etmək deməkdir. Sameness, eynilik, variety, müxtəliflikdir. Affection, sevgi, hatred, nifrət deməkdir. Sonra invisible, görünməz, noticeable, gözə çarpan deməkdir. Mercy, səliqəs, nizamsız, tidy, səliqəli, təmizkar. Loyal, sadiq, unfaithful, vəfasız. Announce, bildirmək, conceal, gizlətmək. Bura nə yazılıbdır? Bunu görmürəm mən. Görmədim mən bunu. Burada yazılıbdır ki, often, qəlbini qırmaq, please, rahat salmaq, xoşu gəlmək, interrupt, sözünü kəsmək, continue, davam etmək. Burada da simplicity, sadəlik, complexity, mürəkkəblik deməkdir. Responsible, ağıllı, yol yöntəm bilən, illogical, məntiqsizdir. Yanaşıl, müstəsna, qeyri-adidir. Ordinary, sıradan adi. Mən bura bir də əlavə edərəm nəyi? Buraya əlavə edərəm extra or dinari. O da qeyri-adi deməkdir. Unusual var da, unusual var burada. Belə.